İçərişəhərdə tarixi qala divarının bir hissəsində aşınma qeydə alınıb. Ərazi dərhal nəzarətə götürülüb və təhlükəsizlik tədbirləri çərçivəsində bərpa işlərinə başlanılıb. Buradan keçək. Son zamanlar normadan artıq yağan yağıntıların tarixi abidələrə də zərər vermə ehtimalı artıb. Elə buradan da göründüyü kimi qala divarında baş verən aşınmaya yağıntıların və eroziyanın səbəb olduğu ehtimal olunur. Bəs bu prosesin qarşısının alınması üçün hansı tədbirlər görülməlidir? Qarşısını alınması üçün axır illər Azərbaycan dövləti tərəfindən tədbirlər görünür. Ümumiyyətcə, dünyanın aparıcı mütəxəssisləri cəlb olunub və biz görürük ki, onlar uzun müddətdir qala divarının hissə-hissə təmirini edirlər. Amma qala divarının uzunlaması təxminən 900 metrədir və təbii ki, bu proses bəlkə də 10 illiklər tutacaq. Ekspertlər bildirirlər ki, bərpa işləri düzgün və keyfiyyətli aparıldıqda, eləcə də fasadına kənar müdaxilələr edildikdə aşınma halları qaçılmaz olur. Biz görürük ki, divar nəmdir. Məsələn, yağışlar olub normadan artıq. Ondan başqa sıran gün və bir neçə gün bundan əvvəl Bakıda biz bilirik ki, zəlzələlər olub Xəzər dənizində, Bakının yaxınlığında və təəssüf ki, bunlar hamısı bütün faktorlar birgə öz təsirini göstərir və təəssüf ki, biz görürük ki, bizim milli memarlıq, dünya üzrə milli memarlıq abidəsinin bir hissəsi sökülüb. Aprelin 9-da Kiçik Qala küçəsində 13-14 saylı bürclərin kəsişdiyi sahədə baş verən aşınma ilə bağlı İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi qabaqlayıcı tədbirlər görür. Hadisə baş verdiyi andan etibarən İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin rəhbərliyi səlahiyyətli şəxslər hadisə yerinə gəlmişdi və sözü gedən ərazi tam nəzarətə götürülərək vətəndaşların təhlükəsizliyi üçün zəruri qabaqlayıcı tədbirlər görülməyə başlamışdı. Hazırda tarixi abidənin həmin hissəsində yaranmış vəziyyətin aradan qaldırılması istiqamətində lazımlı tədbirlər görülür. Qala divarında bərpa işləri təhlükəsizlik tədbirləri çərçivəsində davam etdirilir. Lalə Allahverdiyeva, Rüstəm Abdullayev, Zaur Dadaşov, Aysel Abbasova, ASTV Xəbər.